Valideynin yaxşı pisi olmur. Harda pis ana var, ona qurban olum. Nəyə görə belədirlər, beyqiriyyət oğullar? Elə oğullar var ki, arvadın sözünlə ana ölür, 40'ına gəlmir, 3'üne gəlmir, ilinə gəlmir. Anaya 5 manat pul göndərmir ki, bəlkə bunun dərdi var, dərmanı var. Budur mu oğullar? Yaxşı oğulların, qeyrətli oğullara, ona ürəyim qurban olsun. Bəzi oğullar demək də mümkün deyil. Sənin ayaqlarını naqdırım. Sən mənim hər dərdimi bilirsən. Mənim başımda nə oyun gəlib, sən hamısını bilirsən. Hamısını bilirsən. Hamısını. Ağlama xanım, ağlama. Ehtiyac yoxdur. Öz zəhmətinlə dolanan adam olubsan. Çətinliklərlə, zülmətlərlə dolanan bir insan olmuşsan. O cür evlat böyümüşsən. Oğlumun vəzifəsi oldu, olmadı. Bir tikə çörək varsa da, başda gəlin oturursa da onun pilləkənin qapısının ağzında ananın yeri olmalıdır. Allah qanalara hörmət eləyir. Sən tək niyə olmaz? Oğul da gəlini sözün dedi. Gəlinlə bərabərləşdi, gəlini sözün dedi. Mənim sözümü eşitməz. Hamı maraqlanır sənin ölməyinlə. Ki bu adam ölsün, evə sahib çıxaq. Onda oğullar irəli çıxacaqdır. Bəzi oğullar var, üzr istəyirəm xalqımdan, millətimdən, dəyəri insanlardan. Arvadı gətirir, oturur burada, ananı tapdalayırlar. Səhəri günü ana öləndən sonra, ay gəlinlər, ay oğullar, gəlinlər indi də sizi tapdalayacaq. Bu cür insanlar var. Deməli, Səməyə bacı, sənə o 6 balam qurban, bu yazıq yetim canım sana qurban, məni bu dərddən tutmadı. İstəyirəm yaşayam, ölmək istəmirəm. İstəyirəm yaşayam, heç ölmək istəmirəm. Heç ölmək istəmirəm. Sən hələ cavansan, ancaq sənin ölməyinlə maraqlananlar var. Mingəçevirin